Həyatda ən ağır imtahanın sənin nə olub? Belə bir sual versəm necə cavab verərsən mənə? Mən Allahın bizə imtahan etdiyinə inanmıram. Əgər kimsə mənə belə bir üzümə baxıb nəsə bir təhqir etməyə çalışsa, vuraram. İnsan böyüdüyünü dərk elədiyi an ilk edəcəyi şey zindanın qapısını açmaq olur. Bir şey dəyişsin. O kulturlu restoranda oturub restoranda bıçaqla, vilka ilə yemək yeyən insanların mədəniyyət səviyyəsinə görməyinizi istəyirəm. Vəhşiyə dönüşəcəklər. Bəs insaniyyətin 90% demək olar psixi xəstəliklərlə doğulur. Belə qadınlar görmək istədiyi kişiləri özləri dünyaya gətirir. İllə də bir kişinin varlığı məni tamamlamır. Amma bir kişinin yoxluğu məni %100 tamamlayır. Salam dəyərli ailə canlılar, salam dəyərli ailələrimiz, bütün bizi izləyən izləyicilərimi salamlayıram. Bir müddət Ailə Canlıya ara vermişdim. Azərbaycanda olan işlərlə əlaqədar olaraq və qərara gəldim ki, artıq davam etməyin zamanıdır. Zaman bu zamandır. Uzun müddətdir izlədiyim bir xanımı bugün qonaq dəvət eləmişəm. İstəyirəm ilk öncə bir açıqlama verim, hələ siz o qonağı görmədən. Mənə gəlir ki, siz artıq öz aləminizdə biləcəksiniz ki, söhbət kimdən gedir. Bəzən insan öz bədənini dəyişməklə ruhunun ona verdiyi işarələrin arxasınca gedir. Bəzən səssizliyini dəyişir, öz həyatını dəyişir. Güclü bir obraza girir, hansı obraz ki, onun bütün sonraki həyatında öz təsirini göstərir və o həyatı seçir, o həyatı yaşayır. Təsəvvür edin ki, bu bir qadındır. Güclüdür, hər şeyi bacarar, mən hər şeyi edərəm deyir və ancaq təslimiyyətdədir. Heç bir zaman özünü nəyəsə məcbur eləmir, bildiyim qədəri ilə, tanıdığım qədəri ilə. Hər kəslə barışıqdır, heç kəsi qınamır və heç kəsin qınaq obyektinə çevrilməmək üçün bu yolu addımlayır. Qonağım bugün Günay xanım Arazova. Salamlayıram sizi. Demişdim doluxsunmayacağam. Amma sizin o gözəl gözlərinizə baxdıqca həqiqətən də nədənsə doluxsunuram. Bilmirəm niyə. İnşallah ki, söhbətimiz əsnasında ümid edirəm ki, o sualımın cavabını tapacağam. Mütləq. Salam Dilanır xanım. Necəsiniz? Yaxşı olmağa çalışıram. Sağ olun Günay xanım. Mən sizə Günay deyə müraciət eləyəcəm. Mənə xoş olar. Həqiqətən. Günay, bugün burada səmimi söhbət eləmək üçün əslində səni dəvət eləmişəm. Səni uzun müddətdir izləyirəm, sevirəm. Bu sevginin Allah tərəfindən düşünürəm ki, qəlbimə elə belə yatmayıb. Çünki sənin öz obrazının daxilində, dərinliyində fərqli bir qadını, fərqli bir ruhu görürəm. Bunu nə qədər düzgün hiss eləmişəm, istəyirəm bunu bir danışaq, söhbət eləyək səndən. Siz Dilar xanım, bəzən insan ikiləmdə qalır. Bu şüur və ruhun arasındadır. Və şüur və ruhu eyni anda bir nöqtəyə gətirdiyinizdə həyat sizin üçün daha asan və axıcı olur. Burada belə bir məqam var da, indi siz deyirsiniz ki, sevirəm və bu bəlkə də ilahi bir hissdir də mənə verilib. Əslində mən xoşbəxt oluram. Mənə deyəndə ki, səni sevirəm. Çünki biz özümüzü tanıyırıq. Biz özümüzü tanıdığımız üçün bizə kimsə negativ bir şey dediyində düşünürsən ki, mən axı belə deyiləm. Niyə mənə bunu desin? Və yaxud da mən səni sevirəm dediyində özünü özünə təsdiqləyirsən, deyirsən ki, bəs mən elə sevilməliyəm də düşüncəsi var. Təbii ki, bu pis insanlara da aiddir, yaxşı insanlara da aiddir. Çünki insan özünü həmişə hər kəsdən daha üstün tutmağa çalışır da, bu egodur, egomaniyadır. Mən də belə bir insanam, ola bilər, mənim də egom var. İndi sizin o sevirəm demək sözünüz mənə çox xoşdur. Çünki mən sizi heç belə baxanda biz bir-birimizi tanımırıq. Bugün ilk dəfə canlı görüşürük və bu sizin demişkən bu söhbət əsnasında siz anlamağa çalışacaqlarınızı mən də izah eləməyə çalışacağım, yəqin ki. İnşallah. Günay, həyatının
ən dönüm nöqtəsini mənə deyə bilərsən, hansı yaşında yaşamısan? Yəni dönüş nöqtəsi nə vaxt olub? Çünki mən sənin paylaşımlarında izləmişəm sənin keçmiş görünüşünü və o qadının bu qadına keçməsi, o həmin o sərhəd hansı yaşınla başladı və hansı qərarla, hansı hadisə ilə? Burada bir deyil də bir neçə nöqtə var, bir neçə pillə var və level var. Yəni bu ilk birinci dəyişim 10 yaş. Beynində nəsə sınır, sən şüuru dəyişirsən. Nə isə itirirsən və nə ilənsə üz-üzə qalırsan. İkinci dəyişimimi 16 yaşında yaşamışam. Üçüncünü 25 yaşımda yaşamışam. Dördüncünü 36 yaşımda yaşamışam. Və bu günay birdən-birə günay olmayıb da. Yəni bu günayın oluşmağı hal-hazırda 44 yaşındayam. Desəm ki 3 yaşından başlayıb çox dərinə getmiş olacam. Desəm ki 36-da başlayıb çox üzə çıxmış olacam. Ona görə həyatımın müəyyən aspektlərində və baxış nöqtələrində müəyyən hadisələrə yönələrək istəyir fikrimi, şüurumu, mentalitemi, xasiyyətimi formalaşdırmışam. İdmana nə zaman başlamısan? İdmana ilk başladığım tarix 25 yaşımda olub. Yəni zaman belə deyim də 25 yaşımda olub. Və 25 yaşıma qədər mən sadəcə idmanın xəyalı ilə yaşamışam. Çünki Maraqlı. müəyyən bir həyat var, bir çərçivə var və o çərçivədə idarə olunan bir insan var. O da mən idim. Bilirsiniz, mən bu kölələrlə bağlı çox kinolara baxmışam, filmlər izləmişəm. İnsanı qandallaya bilərlər. Sənin bədəni və sahib ola bilərlər. Sənin şüuruvu sındıra bilərlər. Amma sənin ruhunu heç kim qandallaya bilməz. Ruh azad varlıqdır. Bəli, ruh bədənin içində əsirdir. Sənin qəlbin onun zindanıdır. Amma o zindanı sən cənnətdə eləyə bilərsən, cəhənnəmdə. 25 yaşında ilk idmanla tanışdığın o zaman o yaşda olub. Ailəli olmusan o dövrlərdə? Yox, Ailəli idin. mən 24 yaşımda, 24 yaşımı tamamlamışam. Yoldaşımdan ayrılma qərarı almışam. 3 aydan sonra ayrılmışam. Hür iradəmlə, istəyimlə. Evlatlarım o zaman 8-4 yaşındaydılar. Bu qərarı özüm vermişəm. Və bu qərarın arxasında indiyənə qədər də durmuşam. Və özümə sual verdiyimdə ki, Günay, ora qayıtsan eyni hərəkəti edərdinmi? Edərdim. 1000 dəfə də olsa edərdim. Bir ildən sonra da mənim levellarım olub da aşağı gəlmişəm də. Bir ildən sonra sadəcə olaraq getdim və cüdoya başladım. Yəni və o bir il ərzində ruhumun çəkdiyi ızdırab, işgəncə, fikirlər, düşüncələr bir saatın içində yox oldu. Bir saat məşq və şüur nirvanaya çıxdı. Günay, bu sən ruh olaraq bu bədəni seçdin, gəldin. 100%. 100% və o bədənə sahib olana qədər olan o yaşadıkların sahiblənmə startından başlayan, sonraki davam edən həyatın sanki o öncə yaşadıklarına bir üsyan və yaxud da ki, onu belə başına vura-vura tərbiyələndirmək ki, bax görürsən, mən əslində buyam, amma sən belə idin, mən indi olduğum kimi xoşbəxtəm, mən indi rahatam bu bədənimdə və indi mən özümü hiss edirəm ki, həqiqətən də bu bədən mənimdir. Doğuşdan qabaqki halımı deyirsiniz, yoxsa sonra? Məncə 25 yaşa qədər ki, vəziyyəti döymüsən, yəni özündən o deyirsən, bir il mücadilə apardım özümdən. Əslində məni başqaları döyməyə çalışıb. Sizin deyiminizə görə deyimdə. Məni başqaları döyərək, qamçılayaraq o zindanda tutmağa çalışıb. Mən isə onu özgür buraxmışam. Vəssalam. Yəni insan böyüdüyünü dərk elədiyi an ilk edəcəyi şey
zindanın qapısını açmaq olur. Və oradan çıxırsan. Ailə bir yerdə dedin, 2 övladınla bir yerdə bu yola çıxdın və 25 yaşından hal-hazırki dövrə qədər övladların sənin yanındadır. Bəli, 100%. Onların dəstəyi necə oldu sənə qarşı? Düzdür, o vaxt uşaq idilər, təbii ki, daha az yaşlı idilər, amma zaman keçdikcə sənin bu qərarını dəstəklədilər. Mən ümumiyyətlə uşaqlarımı tərbiyə edəndə Gestapo rejimində eləmişəm. Mən çox sərt bir valideynəm və mən onlara heç vaxt ana kimi deyil, bir kişinin beynindəki təxəyyüllə tərbiyə vermişəm. Çünki istəmişəm ki, oğlum güclü olsun, qızım çox mədəni bir qız olsun. Əsla düşünməsin ki, onun özgürlüyü o qədər böyükdür ki, istədiyini oturub durub eləyə bilər. Və tabularla böyütmüşəm onları. Yəni mən baxmayaraq ki, belə bir marjinal tipəm, mən uşaqlarımı tabularla böyütmüşəm 18 yaşına qədər. 18 yaşından sonra isə onlara istədiyinizi edə bilərsiniz. Artıq formalaşmısınız, özgürsünüz və mənə aid deyilsiniz sözünü demişəm. Ona görə də evladlarım balaca olanda mən nə demişəmsə o olub. Mən də egoistik bir tip deyiləm, amma egom da var və hər kəs kimi özümü o qədər çox düzgün bilirəm ki, attığım addımların doğru olduğunu bilirdim. Onunla yanaşı evladlarımın da suverenliyini düşünmüşəm. Həyatlarının keyfiyyətini aşağı salmamaq üçün yaşamışam. Və bir evlad olaraq onları əzdirib kiminsə əlinin altında böyütmək yox. Necə özlərinə arxayın, özləri ilə tamamlana biləcək bir şəxsiyyət olacaqlarını düşünərək böyütmüşəm. Və heç bir şeydə əksik qoymamışam. Evladlarım dərk etdikdən sonra ki, məsəl üçün mənim müəyyən seçimlərim var. Oğlum təbii ki, cəmiyyətin bir parçası olduğuna görə, mentalitet sahibi olduğuna görə və kişi olduğuna görə ilk başlarda bunu sərt tepki olaraq eləyirdi. Düzdür, get arxandayım deyib, amma yenə də hardasa beyninin bir hissəsində götür qoy eləyirdi, onu bilirəm. Amma indi tamamilə arxamdadır. 100% bilirəm ki, əlimi açsam orada yanımdadır. Qızım sözsüz, qızım yəni mənim qızım mənim xaosumun içində məni idarə edən bir insandır. Mən sonsuz dərəcədə xoşbəxtəm. Ki, məsəl üçün onlar, məsəl üçün atalarını istəməmişəm. Atalarıyla heç bir şəkildə xoşbəxt olmamışam və bu bir məcburiyyət idi. Amma uşaqlarımın varlığı və verilən sual bir də həyata gəlsən, bizi seçərsən 100%. Yəni o çəkdiklərimi təzədən çəkməyə hazıram. Yəni mən heç vaxt keçmişə qayıdıb nəyisə düzəltməyə çalışmamışam. İndinin özündə də. Mən özümü 44 yaşında hiss etmirəm. Mən özümü 27 yaşında hiss etmirəm. Mən özümü 3 yaşında hiss etmirəm. Mən özümü olduğum kimi hiss edirəm də. Yəni mənim üçün yaş bir rəqəmdir. Və mən bu anın içindəyim və mənə maraqlı deyil. Mən 5 ildə yaşayacağam, yoxsa yaşamayacağam. 5 il bundan qabaq hardaydım, niyə indi buradayam. Ona görə də bəzən uşaqlarım, oğlum çox tez-tez deyir bu sözü mənə, deyir ki, bəlkə mən olmasaydım daha yaxşı olardı sənin üçün, amma daha yaxşı bir həyat yaşayardın, özün üçün yaşayardın. Normaldır da uşaqdır, deyə bilər. Mən deyirəm ki, yox, mənim üçün sizin varlığınız daha vacibdir. İstəyir qızım, istəyir oğlum, bir evlad olaraq. Yəni, seçdiyin həyatdan razısanmı? Onlar var deyə. Onların dünyaya gəlməsi naminə. Bu ikisinin də dünyaya gəlmə səbəbləri var idi və ikisinin də dünyaya gəldiyi məqamları mən bilirəm və qızımın məsəl üçün varlığı məni həyata bağladı. Ümumiyyətlə qızıma qədər mən həyatdan heç bir şəkildə həyat mənim üçün yox idi. Olmaya bilərdi, saniyə məsələsi idi. Bəs sən özün övlad olaraq necə bir övlad olmusan? Valideynlərinə. Mənim aspektimdən baxsaz, atamı xatırlaya bilmirəm, çünki atam rəhmətə getdiyində 9 yaşım var idi. 10 tamam oldu, ölüm xəbərini aldıq. Amma anamla böyümüşəm də. Anam tipik Azərbaycan qadınıdır. Tipik, yəni tipik
qadın olaraq Azərbaycanın qadını qədər əzilmiş, döyülmüş, söyülmüş, incidilmiş, ruhsal boyutda əziyyət çəkmiş bir qadın olaraq. Tipik bir Azərbaycan Bəzən qadını. fədakar, bəzən dözən. 99% fədakar, 99% dözmüş və 99% mutsuz Xoşbəxt olmayan. bir qadın. Cəmiyyət tərəfindən əzilməyə çalışılmış, bastırılmış və hardasa sınmış bir qadın. Amma Elə güclü. bir qadının övladı olmusan və o ailədə böyümüsən. Yenə deyirəm, yəni yenə də mən bilmirəm, mənə qədər mən doğru hiss edirəm. Sanki sənin o bu güclü bədənin yaşadıklarına bir Aykırıdır. bəli, üsyandır. Qışqırıqdır. Üsyandır. Bəli, 100%. Olub ürəkdən belə qışqırmısan? Çox. İdmanda yoxsa tək qalanda? Mən özümlə tək qaldığımda mutlu oluram. Məni yoran insanlardır. İnsanlar nəyə yorur səni? Baxış açıları. Şüursuzluğu. Baxış açıqları mənə maraqlı deyil ki. Onun baxış açısı ona aiddir. Bilirsiniz necədir? Bax, indi mənim gözlərim sizə baxır və ətrafı görür də. Yəni mənim göz çərçivələrim hara qədər dönürsə mən o qədər görürəm. Yəni at kimi baxmırıq da belə çərçivədə. Və mən əgər bu dəqiqə hal-hazırda 9-cu mərtəbədən aşağı baxıramsa, bu mənəm. 1-ci mərtəbədən baxıramsa, yenə də mənəm. Və qarşımdakı insanın hansı mərtəbədə olduğunu, göz çərçivələrinin nə qədər dar olduğunu, şüurunun nə qədər ensiz olduğunu mən bilmirəm. Ona görə qarşımdakı insan mənə fikir bildirdiyində mən deyirəm ki, bu sizin subyektiv fikrinizdir və subyektiv fikriniz sizə aiddir. Bu obyektiv fikir ola bilməz. Mübarizə aparırsan o insanlarla. Əgər kimsə mənə belə bir üzümə baxıb nəsə bir təhqir etməyə çalışsa, vuraram. Vurmuşam da. Mən aqressiv bir tipəm. Amma klavye arxasından kiminsə nəsə yazmağa mənə gülünc gəlir. Çox gülüb keçirəm. Çox zaman insanlar ümumiyyətlə üzbəüz duranda tam öz fikirlərini öyle ürəkli olmurlar Mənim bildirməyə. gözümün içinə baxıb mənə hər sözü deyə biləcək bir insan yoxdur. Çünki mən çox cəsur bir insanam. O baxışdan hiss olunur. Bəli. Sənin paylaşımlarında daha çox qadınlara özgüvən, özünüzə güvənin, bacararsınız və s. və belə bir şeylər mən hiss edirəm. Yəni sanki sən qadınların arxasında dayanmısan, deyirsən ki, siz gedin, narahat olmayın, mən buradayam, hamınızı mən qoruyacağam. Amma addım atın, amma nə isə eləyin. Və belə bir paylaşımlar görürəm. Çox faydalı paylaşımlarını görürəm. Bir həkim olaraq onları çox dərindən dinləyirəm, qulaq asıram. Görsən, diqqətli izləyəcəyəm. Və həm söhbət olmağımızın səbəblərindən biri də budur ki, sən çox elmli, bilikli və nə danışdığını bilən bir qadınsan. Təşəkkür edirəm. Hə, bunu bir həkim olaraq mən istədim. Mənim rəyim nə qədər sənin üçün vacibdir bunu bilmirəm, Çox amma vacibdir. Hə, yəni bunu bildirmək istəyirdim. Və hər o paylaşımda, çünki mən də səndən paylaşmışam öz dəyişim prosesimi. Bir neçə il əvvəl mən də böyük bir dəyişimdən keçmişəm, həm ruhsal, həm fiziki olaraq. Bunu məni tanıyanların əksəriyyəti bilir və sən bacararsan bir belə deyək, yürüyüşü belə deyək də elan eləmişəm və bayraq əlimdə. Mənim yolumu gəlin bir yerdə mənimlə kim keçmək istəyirsə, ruhumuz yaxındırsa, gəlin nədən olmasın, qoşulun mənə gedək deyirəm. Səndə də o elə bir ki, o bayrağı həqiqətən də öndə duran o generallar kimi hiss edirəm paylaşımlarında və bu məni çox cəlb eləyir, xoşuma gəlir. Bu səni yorur, yoxsa sənə çox zövq verir? Mən həmişə bax, siz Günay Arazovanı necə görürsünüzsə, mən oyam. Bəli. Və mən məsəl üçün mən özümü yaratmaq istəmişəmsə, mən özümü yaratmışam. Mən nəyisə dəyişmək istəyirəmsə, mən onu dəyişirəm. Mən necə görünürəmsə oyam da. Yəni mən bunu bu elədi, mən də eləyim, görüm necə görünəcək, eləməmişim. Görürəm, bəyənirəm, beynim algılayır, şuurum deyir ki, okey, bu sənsən və mən bunu alıram. Mən heç vaxt düşünmürəm ki, mən belə eləsəm o mənim haqqımda nə düşünər. Çünki o mənim fikrim deyil axı.
Bu mənim triggerim ola bilər. Çünki valideynim həmişə axı tipik standart Azərbaycan qadını olubdur. Əlbəttə ki, başımıza vura-vura. O nə deyəcək, bu nə deyəcək, ayıbdır, filandır. Bunu belə eləmə məsələsi həmişə olacaq. Və belə bir məqamda ki, siz məsələn oturub düşünürsünüz ki, bəs mən insanlara necə faydalı ola bilərəm? Mən insanlara, baxın, mən bu yol keçmişəm, mən bu suyu içmişəm və bu suyun sizə nə qədər fayda verəcəyini bilirəm. Qəbul eləsəniz də varam, eləməsəniz də yenə olacam. Dünyanın ən ağıllı insanları yəhudilərdir. Və yəhudilər, bilirsiniz necə? Onlar başqalarının səhvlərinə baxaraq özlərinə yol biçirlər. Öz səhvlərini eləməyi sevmirlər. Ağıllıdırlar, düzdür? Amma bizimkilər deyir ki, qoy mən gedim, mənim başım ora dəysin, mənim başım partlasın, mənim qanım axsın. Mən görüm, bu necə bir duyğudur. Millətdə olan fərq budur. Çünki Günay, bizdə bəzən kənarda olan insanlar bilərəkdən düzgün məsləhət vermirlər. Okay. Bizdə bu biraz xüsusiyyət var da. İndi bunu boynumuza almalıyıq. Səndə ola bilər ki, yoxdur, məndə yoxdur. Mən daxilən, yəni bundan əminəm ki, məndə o hiss yoxdur. Mən heç yanlış məsləhət qətiyyən vermərəm. Hətta pasiyentim gəlir, müraciət edir, başqa bir xəstəliyi var yanaşı, eləyə bilərəm. Məsələn də, indi mən proktoloqam, bağırsaqlarla tam məşğul oluram, amma mədədən də bir nəsə deyə bilərəm. Orada özümə stop deməyi bacarıram. Deyirəm stop. Göndər gastroenteroloqa. Göndər o terapevtə. Əvvəla ruzi paylaşılmalıdır. 100%. İkincisi, haqqına girə bilmərsən. Və üçüncüsü də ki, sən öz bildiyin ən yaxşı işlə məşğul ol. Başqasının işinə qarışma. Çünki yarımçıq qalacaq o. Düzdür, yəni. Bax, o məsləhəti vermək. Deyirsən, məsəl üçün, mən məsləhət verirəm, amma yəni biz, necə deyim? Sizin deməyə çalışdığınız şeyi mən anlayıram. Siz demək istəyirsiniz ki, məsəl üçün, sən bu insana yön verə bilərsən, bunu düzgün yön verə bilərsən və səhv yön verə bilərsən. Səhv yön verən insan əslində səhv olduğunu düşünmədən bunu eləyir. O düşünür ki, o düzgündür. Problem də elə budur. Sübut eləməkdə çalışır. Bəli, əlbəttə. Bəli. Bilirsiniz, mən hardasa bir ay bundan əvvəl bizdə bir paylaşım oldu, biz studiyada bir çəkiliş elədik. Məhəmməd bəy çox ağıllı suallar verdi və 3-4 sualda nöqtə atışı vurdu. Elə suallar verdi ki, o suallar ciddi şəkildə ajiotaja səbəb oldu. Rezonans elədi. Yəni ölkənin içində bir çalxalanma yaratdı. Mən isə Günay Razov olaraq mən mənə verilən suala normal cavab verdim. Düşüncəmə görə mən bunu yəni həmişə etdiyim bir şey idi və bunu etməyə davam edəcəm. 5 il sonra, 15 il sonra fərq yoxdur. Yəni soruşacaqlar, cavabını verəcəm. Və burada oğlan mənə sual verir, deyir ki, siz nə düşünürsünüz? Filan maddələr və yaxud da filan supplementlər uyğundurmu? 3 supplement adı çəkildi. 3-ündən 2-sini elədik, biri qaldı və ən əsas bir supplementin adını çəkdim və bütün ölkə ayağa qalxdı. Səbəb mən sizə izah edeyim. Səbəb, gələn tələbəyə bunu inteqrə edib, bunun vasitəsilə ona bədən forması verməkdir. Əlbəttə, bu çox asandır. Mən sizə detoks suyla arıqlayın deyə bilərəm. Mən sizə filan dərmanı için arıqlayın deyə bilərəm. Mən sizə bu qədər ac qalın, yenə arıqlayacaqsınız deyə bilərəm. Amma mən sizi yeyə, psixologiyavızı qırmadan, sizi yormadan, bədəninizi incitmədən, börəklərinizi sıradan çıxartmadan bədən forması verə bilirəmsə, mən dahiyəm. Və əlbəttə ki, mən daşlanacam. Bütün ölkənin idman industriyasında olan kişiləri deyirəm, göbək rəqsi oynadı, artistlik elədi, heyvanlarını ortaya qoydu, dillərini ortaya qoydular, polemika yaratdılar, səssiz film oynadılar. O qədər gülməyim gəlirdi. Saqqallı, bığlı, brutal kişilər və qadınlar. Səbəb nə idi? Bir trenerin, bir fitness modelin istifadə elədiyi söz, elementar bir söz. Mən bunu olsam etmərəm. Etməmə səbəblərim də budur. Mən insan dilində, normal xalq dilində danışaraq bunu izah elədim. Xalqın dili necədir? Xalq nə anlayır? Xalq siz indi durun, bax, deyirsiniz ki, mən
Cərraham, doktoram, düzdür. Siz durun mənə latın dilində müəyyən terminologiyanı gətirin. Müəyyən terminologiya ilə danışın. Mən sizi anlayacağam. Sizin anatomik bilgiləriniz ola bilər. Mənim yoxdur. Demək, sizin istifadə etdiyiniz latınca cümlələr mənə çatmayacaq. Və mən orada o söhbətə müəmma qalacağam. Gedib evdə düşünəcəm. Bəli, siz ağıllı görünə biləcəksiniz. Deyəcək, wow, sözlərə bax. Amma mənim dilimdə danışıb mənə nəyisə izah edə bilməyiniz, bu artıq başqa bir şeydir. Bəli. Və mən xalqın dilində dedim ki, siz çaşqanı qarışdıra bilərsiniz stakanın içində. Amma mədəvizdə onu heç kim qarışdırmır. Elementar bir söz idi. Çox elementar bir söz idi. Bunu idmancı olmayan, amma evladlarını qorumaq istəyən qadınlara, atalara, 15 yaşında uşaqlara bir mesaj olaraq göndərmişdim. Anlaşılan dildə mesaj öz yerini tapdı. 100%. Və ünvanı Tapmışdı. Bəli, bir çox qadın mənə yazdı. Mən bunu reklam etmədim. Bir çox ana yazdı. Bir çox üzbəüz məndən oturub intervyu verən adamlar var idi ki, inanın Allaha, böyrəklərim xəstədir. Dəfələrlə dializə girmək riskim olubdur, amma kreatini ata bilmirəm. İmtina eləyə bilmirəm, vaz keçə bilmirəm dediklərini xatırlayıram. Mən bunu üstündən keçdim. Düşündüm ki, bəlkə də ola bilər, ruzi paylaşılmalıdır. Bəzi insanlar bundan pul qazanır, okey, ola bilər. Və indinin özündə də siz deyirsiniz ki, məsləhət insanların, qadınlara motiv olursunuz. Mən sadəcə qadınlara yox, mən kişilərə, tənha qalmış insanlara, gənc nəsilə, atasız qalan qızlara, nə bilim, anası tərəfindən atılan oğlanlara, evladları ilə yoldaşı gedib amma tək qalan atalara, eləcə də qadınlara, kim nə görmək istəyirsə mesaj vermişim. Onun əksiyəm. Bəli, 100%. Fizikidəki. Bəli. Hər birimiz məncə eləyik, düzdür. Bir-birimizə baxanda o nəsə... vicdan məsələsi var da. İndi Dilara xanım, bax görürsünüz, siz çalışırsınız ki, insanlara nəsə çatdırasınız. Əslində bu böyük bir cəsarətdir. Siz dindar bir ölkədə, insanların tabuları olan bir ölkədə, insanların divardan hörülmüş inanclarının içində ruhdan danışmağa çalışırsınız. Çox böyük bir cəsarətdir. Siz nə edirsiniz? Sizi daşqalaq eləyə bilərlər. Səhv eləməkdən qorxursunuz? Kim qorxmur ki? Qorxur. Və bunun haqqımız var. Hamı qorxur. Cəmiyyət olaraq buna hazırıq. Ümumiyyətlə səhv etməyi bacarmaq və səhv edəni bağışlamaq. Yox. 100% yox. Bunu övladlarımıza necə təbliğ edirik ki, səhv elədinsə olar. Yəni siz az öncə dediniz, Günay, deyirsən ki, mən çox sərt bir anam da tələbkar olub. Mən də öz övladlarıma qarşı tələbkar olmuşam. Yəqin ki, dərslərinə qarşı da tələbkar olmusan. Yox, dərslərinə qarşı olmamışam. Yox. Və səhv eləyəndə bağışlamısan övladını? Yox. Bağışlamağı bacarmıram. Ona görə də cəmiyyət olaraq biz səhv eləyənləri bağışlaya bilmirik hələ ki. Bağışlaya bilmirəm. Mən həyatda mənim müəyyən tabularım var ki, onları aşa bilmirəm. Mənim uşaqlarım da bunu bilir. Elə şeylər var ki, aşa bilmirəm. Amma deyirlər ki, insan öz övladını necə böyüdürsə, o qədər rahat olmalıdır ki, övladından. O səhv eləyəndə belə onu bağışlamalıdır və ona o özgüvəni verməlidir ki, sən narahat olma, sən hər səhvində də, düzündə də mən sənin arxanda varam. Bir növ övladı var, get nə istəyirsən elə, mən sənin arxanda varam kimi də dinlənir də bu. O uşaq sən necə algılayacaq kimi. Ona görə bir ata olur, qızı hər gün suyun arxasınca gedəndə su gətirməyə, qızını döyürmüş və səhəngi boynuna qoyanda deyirmiş ki, bax ha, səhəngi qırma. Və döyürmüş, yola salırmış və bir gün qız səhəngi qırır. Qorxusundan evə gələ bilmir. Bir müddətdən sonra ata bunu axtarır, tapır. Deyir ki, yəni hardasan da, bəs mən səni axtarım. Deyir ki, mən qorxdum ki, məni öldürəcəksən də. Nəyə görə? Deyir, bəs sən hər gün mən döyürdün ki, səhəngi qırma. Amma mən səhəngi qırmışam da. Bəs əgər qırmadan döyürdünsə, indi gör nə edərsən. O da deyir ki, daha qırmısan da. Mən döyürdüm ki, qırmayasan. Görsünüz, necə şeylər var. Doruqlardayıq da, yəni əslində döyürmüş ki, qırmasın. O isə qırır və qırdığı üçün travma yaşayır. Bəzi şeylər amma bizdə nasıl olmur. Amma mən uşaqlarıma əksinə demişəm ki, qırın, qorxmayın.
qırın. Əsas odur ki, mənim inancımı qırmayın. Hə. Bunlar fərqli anlayışlardır. Və tərbiyə uşağı qorxuzaraq böyütmək demək deyil. Tərbiyə uşağın sənin ona olduğun inancını qırması, Bəli. qorxması gərəkdiyini Səni öyrətmək. itirməkdə, o inancını itirməklə. Biz Allahı da elə sevirik də. Bəli, bəli. Biz əslində Allahı itirməkdən qorxduğumuz üçün qorxuruq. bəli. Yoxsa Allah qəddar bir varlıq deyil. Bəli. Və Allah işgəncə vermir. Sadəcə olaraq insanların anlaya biləcəyi dil odur. Belə eləsən, belə olacaq. Çünki ata-anadan da tərbiyəni belə alıblar. Yəni cəza sistemi olur. Sistem budur. Belə qudur. Suyu gətirməyə get, amma səhəngi qırsan səni öldürəcək. Allah bizi bizdən daha yaxşı tanıyır, çünki yaradan Yaratdığı odur. o deyil. Yaradan odur. Yaradıb və yaratdığını bilir. Hansı materialdan, hansı ruhdan yaratdığını çox gözəl bilir. Və hər kəsin imtahanını ona uyğun olaraq belirləyir. Həyatda ən ağır imtahanın sənin nə olub? Belə bir sual versəm, necə cavab verərsən mənə? Mən Allahın bizə imtahan etdiyinə inanmıram. Mən ümumiyyətlə Allahla aramdakı münasibəti çox fərqli bir boyuta daşımışam. Amma sizin təxəyyülünüz bunu algılamağa hazırdırmı bilmirəm. İndi eləsən də, mən bizim kimi düşünən, bizim o necə deyim, o algılama sisteminə hələ çatmamış çox izləyən insanlarımız ola bilər. Və o anı sadəcə istəyirəm ki, paylaşasan. Allahın mənə verdiyi imtahan deməyəcəm. Amma mənim bu dünyadakı karmam sadəcə olaraq ihanəti qəbul eləyə bilməkdir. Qəbul edə bilsəm və qəbul eləsəm və anlasam ki, əslində bu olması gərəkən bir şeydir. Alış, anla, qəbul et, nirvanaya keçəcəm. Hələ hazır deyiləm. Sənin onda ən həssas yerin ihanətdir. Bəli, Aldadılmaq. 100%. Və bunun fərqi yoxdur. Həyatda Bu ümumiyyətlə tez-tez kişidir. aldanılırsan. Ömrü boyunca. Hərmişə. Ömrü boyunca aldanmışım. Dostlarından da. Bəli. Ən çox güvəndiyin insan kimdir? Yaxşı belə sual verim. Heç kimə güvənmirəm. O dərəcədə. Öz övladlarına belə. Övladlarım, onlar qarşıdakı insanlar deyil. Onlar mənim özüməm. Biri sağ, biri sol. Elə qəbul edirsən onlara. 100%. O son paylaşımında qanadlarım var idi. Bəli, mən burada da qanadlarım var. Mən bu düyməmin 2013-cü ildə eləmişəm. Və 2013-cü ildən bu tərəfə bu qanadlar məndədir. Bunlar mənim simbolikamdır. Əslində qanadlar mənim əlimdən alınmış qanadlarımdır. Və mən onları evladlarım kimi, məsələn, mənim evladlarım mənim qanadlarımdır. Mənim 2 qanadım var, amma mənim özümün əlimdən alınmış qanadlarımdır. Və o mələk obrazı əslində mənim bir neçə illər ərzində yığdığım silsilə şəkillərim var ki, mənim arxamda həmişə qanad olubdu. Divarda, harada görmüşəm, gedib orada şəkil çəkdirmişəm. Hətta Angel Eyes, mən BMW sürmək səbəbim də onların gözləridir. Angel Eyes səbəb odur, BMW sürmə səbəbim. Və Angel mənim bir belə deyim də, haradasa ruhsal boyutda simbolikamdır. Mənim o ikinci kişiliyimdir, ikinci varlığımdır, ikinci kimliyimdir deyim. Amma qanadlarımı əlimdən alındığına inandığım üçün onları döymə şəklində 2013-də vurdum. Və haradasa bir həftə bunun yarışmadan bir həftə əvvəl sizə qanad hazırlaya bilərik təklif aldım. Çox sevindim. Çünki ən sevdiyim simvolika qanaddır. Çox gözəl hazırlamışsın. Bütün aksesuarlarım qanadlardan var. Mənim məsəl üçün rəfiqam var. Özü rəssamdır. O mənə 2022-ci ildə 2020-ci ildə mənə tək bir qanad çəkib hədiyyə etmişdi ad günümdə. O hələ də bizdə evdə divarda asılıdır. Qızıl qanadlar. Bir dənə tək bir qanad. Yəni simbolik olaraq o qanadları taxma səbəbim də var əslində. Orada da çox rəylər yazmışlar sənə. 99% insan bunu algılayır. 1% insan var ki,
Ama bilirsiniz, bazı insanlar o kadar zloydular ki. Qəddar. İminna zloy. Qəddarlıq Azərbaycan dilində başqa anlam verir. Acıqlı. Acıqlı, bəli, acıqlı, zloy. Acıqlı. Olur bax, heyvan qapqana düşür, tələyə. Təli. O qapqanda olan heyvanın canı ağrıyır axı. Sən ona kömək eləməyə çalışsan da o səni dişləyəcək. Bax, o acıqlı insanlar o qapqanda olan heyvanları andırır mənə. Mən ona kömək eləməyə çalışıram. Amma o məni dişləyir. Əslində onu da anlayıram. Canı ağrıyır. Ruhu ağrıyır, ızdırap çəkir. Peki o cəsarətə sahib olmadığı üçün baxır. O 100%. O bilsiz nədir? O yani Allah'ın əmridir. Biri də var ki, siz buna başqa bir boyutda baxırsınız da. Yəni baxış açısı məsələsi var dedim axı sizə. Nəzər nöqtəsi var. Bu adam, mən bunu kimsə təhqir etmək üçün demirəm. Mənim sadəcə olaraq leksikon danışıq tərzim budur. Yəni dil, ədəbiyyat danışığım budur. Bu adam bataqlığın içində oturubdur. Sən ona necə dənizin nə qədər gözəl olduğunu izah edə bilərsən ki? Bu duyğuları yaşamır. Bəli. Yaşamır. O duyğunu görmür o. O adam pomidor tarlasında oturub pomidor yeyir. Sən ona portakalın sitrus dadı verdiyini və əslində portakalın qabığını sıxdığında oradan belə qəribə bir qoxu çıxdığını necə izah eləyə bilərsən? Dadmamış. Pomidor tağı nə qoxur? O necə sitrusun necə qoxduğunu bilsin. Ona görə fərqli level, fərqli boyut, fərqli anlayış, fərqli göz görmə nəzər nöqtəsi təbii yazacaqlar. Hər şey yazacaqlar. Yazdıqları kimi də cavab alırlar. Eyni səviyyə. Sonra səndən üzr istəyən olur? Çox. Geri dönüş edirlər, deyirlər. Girirlər, şəxsən səhifəmə girirlər. Mesajlara girirlər və məndən halallıq istəyirlər, üzr istəyirlər. Neçə nəfər yazıb belə açıq-açıq kommentariyada yazıbdı ki, əvvəl sizi sevmirdim, izlədikcə sevməyə başladım. Mən istəməmə səbəblərini də anlamıram. Anlayıram demək istəmirəm, çünki anlamıram. Anlamaq istəmirəm dedi. Yox, nə anlamaq istəyirəm, nə də anlayıram. Yəni anlamıram. Yəni o necə bir beynə sahib olmalısan ki, hətta sevmədiyin bir insana girib, bilsən mən əslində səndən irgənirəm. Və bu mənə nə qatdı? O qədər tanımadığım insanların səhifəsinə sadəcə qarşıma çıxıb və bəyənmişəm deyə həm bəyənmişəm, həm xoş komment, yəni rəy yazmışam. Bunu sanki həmin anda öz ruhumun ona olan o təşəkkürü kimi qəbul eləmişəm. Yəni tanımadığım insanlara ümumiyyətlə, ilk dəfə gördüyüm insanlara araşdırmışam, baxmışam və çox gözəl kommentlər yazmışam. Bəyənmirəmsə də sadəcə izləməmişəm. Dilara xanım, Bu qədər də bitib. Təsəvvür edin ki, bu adam özü video çəkib. Bu adam heç sənin varlığından xəbəri yoxdur. Yəni dünyada belə bir insan hardasa oturub nəfəs aldığını bilmir də bu adam. Bilmir. Və sən bunu görürsən. Gördün. Bax, məsəl üçün Madonna. İllərlə yaşayır da bu qadın. Daha haralardan gəlib. Hamı bilir də Madonna'nın kim olduğunu hamı bilir. Madonna siz məni tanıyır. Mənim Madonna haqqında fikirlərim ona maraqlıdır. Və yaxud da Madonna'nı mən yaratmışam ki, mən də ona qarxış eləyim və yaxud da təhqir eləyim. Onun saçındakı bir dənə tük var. Onun heç xəbəri yoxdur ki, Azərbaycanda filan ölkənin, filan tarixində, filan yerində belə bir qadın yaşayır və o mənim haqqımda belə düşünür. Birincisi, Madonna'nı görən sənsən. Bu sənin algındır. Algılarındır. Nifrət və sevgi duyğusu sənin algılarındır. Sevmək və sevməmək də sənə aiddir. Görə bilmək və görməmək də. Gördün, bəyənmədin, xoş getdin. İzləmə. Sil. Bəli. Sən girib Madonna yazsın ki, Madonna bilirsən, əslində mən səndən irgənirəm. Çox sağ ol, təşəkkür edirəm. Onu da eləməyəcək, onu da eləməyəcək. Deyəcək ki, sən kimsən ki? Sən bura kim? Rəsm əsəri olaraq çəkdilər bura. Hansı karandaşla çəkdilər səni bura? Yəni, nədir bu? Bu inancı gəlmək üçün yenə deyirəm, uşaq yaşından biz övladlarımıza bullyingin nə olduğunu və onun insana necə təsir edə biləcəyini, amma ona qarşı necə dözümlü olmağı məncə öyrətməliyik. Dilara xanım, uşaqlığımdan bəri aldığım bullyingin sayını sizə desəm, mənim yerimə kim olsaydı özünü asmışdı. Öyrətməyiblər. Ciddi bir şəkildə deyirəm sizə. Və sizin yanınızda amma elə bir valideyn, elə bir böyük, kimsə bacı, qardaş olsaydı ki, onu sizə izah eləsəydi. Fərqi yoxdur. Onda mən olmayacaqdım. Yəni səbirli ol, döz.
Nə səbirli ol. Bunlar da gəlib keçər. Bilirsiniz, Sən güclüsən. məşhur bir mafiyanın istətdiyi bir söz var. Çox sevirəm o sözü və hər dəfə istifadə edirəm. Deyir, mən balaca olanda ağlayırdım ki, mənim velosipedim yoxdur. Və Allaha dua edirdim ki, mənə o velosipedi yetirsin. Sonra mən o velosipedi oğurladım və Allaha dua etdim ki, günahlarımı bağışlasın. Allah bildiyiniz tərzdə işləmir. Çox düz deyir. Bəli, Allahın ədaləti. Və ədalət tərazisi də biraz şablona girir də. Ədaləti yaradan da sizsiz. Məhv edən də sizsiz. Siz dediyim, yəni sizi nəzərdə tutmuram. Siz dediyim, yəni hər bir fərdi nəzərdə tuturam. Əli, vəli fərqi yoxdur. Mən gözümü açdığım andan, dünyanı dərk etdiyim andan bu günə qədər ki, özümü dərk etməyim 3 yaşımı gedir. Yəni mən 3 yaşımda özümü dərk etmiş bir insanım. Mən 3 yaşımdan bu tərəfə bullyingdən üzləşən bir adamam. Sizcə onu mənə eləməyə çalışan adam mənə necəsə toxuna bilər? Əsla yox. Mən bundan həzz alıram. Səni günah edən məncə o həyat olub. İndiki günah. Bir film var idi, bilmirəm, xatırlayırsınız, yaşınızı da 40 yaşım var. Məndən 4 yaş balacaqsınız. Отчаянный diye bir film var idi. Отчаянный. Desperado. Ümidsiz? Отчаянный. Yəni hər şeydən əlini üzmüş. Ümidsiz. Bir Demək insan. olar. Bizim bir qonşumuz var idi, Ukraynalı idi xanım. Bizim nənkamız idi. Məktəbə aparardı, gətirərdi, bizə blinçik pişirərdi. O mənə həmişə deyirdi ki, sən отчаянный insansın. Rus dilində danışırdı. Mən deyirdi ki, ты отчаянный человек. İtirmək qorxusu olmayan insan dünyanın ən təhlükəli insanıdır. Çünki itirə biləcəklərini gözünün önündə tutursan və deyirsən ki, qorxmuram. Sizcə Nəsimini Nəsim edən nə idi? Allahı tam tanıya bilməsi. Allah onun özü idi, onun düşüncəsinə görə. Tanrı özü idi, yaradıcı Tanış idi. olmuşdu artıq. Bəli. Tanrını çözmüşdü. Nəsiminin itirə biləcəyi nə var idi? Bir canı, ruh azaddır, ruh ölmür deyən Nəsimi. İzdiraplar içində öldürüldü, amma öz əqidəsindən dönmədi. Biz nədən qorxuruq? Maddiyatdan, divarlarımızdan, sahib olduğumuz maşınlardan nədən qorxuruq? Paltarlarımızdan, çılpaq qalmaqdan. Ruhun nə qədər çılpaq qala bilər? Ruhun çılpaqlığının sonu yoxdur. Cinsiyyətsizdir. İnsanların beynindəki yaratdığı təxəyyül, tabular, divarlar, əşyalar, aksesuarlar o qədər lazımsızdır ki. Bugün bir dünyada çevrim olsun, bir şey dəyişsin, bir şey dəyişsin. O kulturnu restoranda oturup restoranda bıçaqla, vilkayla yemək yeyən insanların mədəniyyət səviyyəsinə görməyinizi istəyərəm. Vəhşiyə dönüşəcəklər. Yaşamaq uğrunda. Nastroykalar sırazı sönəcək. İlker çağa dönəcək. Bir-birlərinin ətini dişləyib yiyəcəklər. Leningradda blokada zamanında insanlar ailə üzvlərini yiyərək yaşamağa davam elədi və hələ də yaşayır. İnsan düşəcəyi ortamda nə olursa olsun sağ qalmaq istəyir. Və itirmək qorxusu olmayan bir insanı sən heç bir şeylə özünə tabi edə bilmərsən. Sənin itirmək qorxun yoxdur o zaman? Yox. Nəyi itirə bilərəm? Şüurumda görə biləcəyim hər şeyi görmüşəm. Oğlumun məsəl üçün ölümdən pəncələşməyini 4 yaşı var idi, görmüşəm. Məsələn, insanın özü ağlını itirməli. İtirdikdən sonra nə mənası var? Kimsənin haqqında nə düşünür? Bir şəxs olaraq, personal olaraq özü. Mənə maraqlı deyil. Birisi, Ruhun axı qalır o bədəndə. ruhun şüuru yoxdur, hissiyatları var. Ruh hiss edir. Şüur isə ego, səni idarə edir.
Və itirmək qorxusu egodan gəlir, ruhdan yox. Bir hekayə var, bir kəndin əhalisi olur. Bunlar bir çay tapırlar, axan çay. Axan çayın suyunu içdikcə dəli olmağa başlayırlar. Hamısı dəli olur və uşaq görür ki, insanlarını itirir də, elə bir görür ki, bir qrup insan dəli oldu, o birisi qrup insan dəli olur. Və axırısı deyir ki, bunlar hamısı dəlidir də, mən ağıllı olsam nə dəyişəcək ki? Suyunu içir o da, o çayın, o da dəli olur. Və hamısı eyni ağılda olduqları üçün yaşamağa davam edirlər. Sizin dediyiniz söz isə, bilirsiniz, hələ heç kim bilmir bu cəmiyyətin nə qədər faizi dəli, nə qədər faizi ağıllıdır. Şübhəsiz, insaniyyətin 90% demək olar psixi xəstəliklərlə doğulur. Belə bir deyim var, pritçə var. Deyir ki, hələ bəlli deyil neçəmiz dəlixanadan müalicə olub çıxmışıq. Bəlkə də heç müalicə belə olmamışıq. Çox maraqlı bir texnikanı yadıma saldın, Günay. Ho'oponopono texnikası var və mən bu texnikanı da çox sevirəm, bəyənirəm. Həmişə də tətbiq edirəm. Və məndən məsləhət alan hər kəsə bunu yenə də məsləhət görürəm. Məhz bu texnika, bilirsən də, Havayda bir dəlixana olur, psixi xəstəxana və bir həkimi ora göndərirlər baş həkim olaraq və bu baş həkim gedir, oturur, xəstəlik tarixləri masasındadır. Heç bir psixi xəstəni, yəni ki, dəlini çağırmır yanına, el dilində desək, heç bir onlara müalicə eləmir. Sadəcə xəstəlik tarixlərini açır, bir-bir insanların adını çəkərək 4 dənə cəmi cümlə istifadə edir. Mən səni sevirəm, səndən üzr istəyirəm, məni bağışla, təşəkkür edirəm. Hər gün bu texnikanı təkrar edir və bir müddətdən sonra ümumiyyətlə o insanların içindən öz sağlamlığına qovuşub cəmiyyətə qayıdan insanların sayı artır və ümumiyyətlə o xəstəxananı bağlayırlar. Bu texnika hələ də Havayda çox məşhur bir texnikadır və indi hal-hazırda da çox istifadə olunur. Bu onu göstərir ki, hər şeyin səbəbkarı bizik, gördüklərimizin də, yaşadıqlarımızın da, bəli. Və əslində kiminsə bizə qarşı olan münasibətini görürüksə, elə ondan özümüz üzr istəməliyik ki, üzr istəyirəm, məni bağışla, səni təşəkkür edirəm və səni sevirəm. Bilərəkdən, bilməyərəkdən göz haqqına girmişik, nə bilim, kiminsə bəlkə söz haqqına girmişik. Hər kəsdən üzr istəməyi bacarmalıyıq. Səhv etmə hüququ verməliyik qarşı tərəfə və o səhvi də bağışlamağı bacarmalıyıq. Çünki başqa çarəmiz yoxdur əgər özümüzü tapmaq istəyiriksə. Özümüzlə barışıq olmaq istəyiriksə və həqiqətən də həyatı özümüz kimi yaşamaq istəyiriksə, heç kimin diktəsi olmadan. Bir sual verəcəm, həssas sualdır. İstəsən cavablandıra bilərsən, istəməsən kəsə də bilərik. Mən sizə dedim, mən tam təslimiyyətdə olan bir insanım və verəcəyiniz sual məni nə qədər daha çox çılpaqlaşdıra bilər ki? 44 yaşındasan və hal-hazırda ailəli deyilsən. Deyiləm. Sənin yanında bir kişi obrazı görürsənmi? Necə bir obraz görürsən və yaxud necə bir obraz görmək istəyərdin ki, sənin yanında o olsun? Elə bir kişi obrazı yoxdur. Yoxdur. Xəyal da eləmirsən? Yox. Niyə? Çünki belə deyim, nəsəm? İtirməkdən qorxu səbəbi nə əmələ gəlir, yoxsa nəyə görə? Dedim axı, mən heç kimə güvənmirəm. Qadınlar görmək istədiyi kişiləri özləri dünyaya gətirir və onları böyüdür, tərbiyə edir. Mən görmək istədiyim kişini böyütmüşəm, amma özüm üçün yox. Mənim buna ehtiyacım yoxdur. Oğlunu nəzərdə tutursan, böyütməyini. Oğlun başqa qadının artıq təxəllüyünə çevriləcək. Onun da altını çizdim. Sən özün üçün, mənə o çox maraqlıdır, sən özün üçün ümumiyyətlə xəyal da eləmirsən ki, mənim yaşımda, yanımda belə bir kişi obrazı olsun. Xəyal da, məsələn, demirəm indi yarat. İnsan yalan danışanda sən burnuyla qorxsan ki, indi yaradarsan. Burnum niyə qaşındı bilmirəm. İndi bəlkə yaratmağa qorxursan ki, mən deyərəm o kainat tərəfi. Eşidər məni. Yox, bilsiz necədir? Ham ekran qarşısına. Mesajlar gələcək. Əslində mənim bu yaşıma qədər yanımda durmaq istəyən, mənə məsəl üçün dəstək olmaq istəyən, məni həqiqətən sevdiyini iddia edən çox insan olub. Amma bu problem mənim özümlə bağlıdır. Deyirlər, qız uşaqları ata partotipini axtarır, oğlan uşaqları anasına, məsəl üçün, yaxın bir insan axtarır. Çünki
böyüdüyü insan obrazı onlar olaraq gördüyünə görə onları ideallaşdırır. Mən atamı xatırlamıram. Amma mən bilirəm ki, mənim atam çox dürüst bir insan olub. Dürüst nə mənada? Anama qarşı yox ha. Cəmiyyətə qarşı, özünə qarşı dürüst olub. Və o öz azadlığı ilə yaşayan bir insan olub. İnsan azadlığı seçirsə, başqa bir insana necə aid olmağı seçsin? Niyə mənə aid olsun sizcə o adam? Birlikdəlikdə aidiyyatı, yəni o qədər Nə dəyişəcək ki? Çox aid olur. Məsəl üçün 4 otaqlı evimdə bir kişi var. O mənim həyatımı necə dəyişə bilər? Bir-birinizin həyatınızda nəsə dəyişə bilərsiniz. Mən bunu istəmirəm. Mən evimin içində... Mən illə də ki, o yəni kişi siluetini sənin yanında yaradacağam. Mən kişi siluetlərini kənardan görüb, qəbul eləyib, hörmət eləyib, şahınşahlığını görüb, gücünü, qüdrətini görüb, əlini sıxıb onu qəbul edirəm və anlayıram. Amma o kişinin mənə aid olub olmaması mənim üçün heç bir şey dəyişməyəcək. Mən də heç kimə aid olmaq istəmirəm. Mən o level'ı aşmışam. Kiməsə özümü aid edib, kiminsə sözü ilə oturub qalxmaq istəmirəm. Məni də mən kimi qəbul edib, əslində məni sındırmadan, obrazımı qəbul eləyib, qanatlarımı kəsməyə çalışmadan yanımda durmaq istəyə biləcək kişi üçün hodri meydan yoxdur. Yoxdur. Çünki insan o qədər təkmilləşməyibdir. Mən özüm belə. Buna bir neçə il sonra bu videoya baxmaq istəyirəm yenidən. Qismət olsun inşallah. Düşünürəm ki, sualınızın cavabını aldınız, yoxsa Nə bilim. tam ala bilmədiniz. Yox. Çözə bilmədiniz. Yox. Çözmək istədiniz, çözə bilmədiniz. Amma doğrudan da belə düşünürəm. Doğrudan belə düşünürəm. Mən nəyə ümid edirəm? Mən Ankara'da yaşadığımda biz özümüz atasız böyümüşük və mənim anamın həmişə dediyi bir söz var idi. Mənim evimə çöldən bir kişi əli dolu girmədi. Ağır bir sözdür. Və mən boşanma qərarı alanda anamın o sözlərini xatırlayırdım və deyirdim ki, özüm atasız böyümüşəm, bəs uşaqlarıma bunu necə rəva görürəm. Amma atam özü seçim eləmişdi də ki, getmək istəyir, getdi və şəhid oldu. İndi Şəhid olduğunu bilmirdim. artıq bilirsiniz. Bunda yaxşı ki, açıqladı. Onu sevmirəm deməyi. Şəhidlər- Bir-iki yerdə istifadə olunub, amma çox eləməyi sevmirəm. Olsun. Və mən Ankara'da yaşadığımda 5 il tək yaşamışam da orada. Uşaqlar burada qalıb. Demək, girirdim marketə, alış-verişi eləyirdim. Evə gələndə belə ağır-ağır gəlirdim və kölgəm məndən qabaq gedirdi. Çünki gün arxadan düşürdü. Kölgəmə baxırdım, deyirdim ki, Günay, seçdiyin həyat budur. Özün daşıyırsan, özün üçün gəlirsən. Niyə sənə bunu kimsə gətirməz? 2 saniyə çəkirdi bu. 2 saniyə. Cavab bilinirdi. Belə daha xoşbəxtəm. Və bu yalan deyil. Bəzi məqamlarda bəlkə azadlığının əlindən almağını istəmirsən. %100%. Məncə budur. Amma mənim anlayışımda azadlıq mən Nə istəyirəm edim deyil. deyil. O da. Deyil. O deyil. O qədər çox şablon bir mövzu Yəni olar qəlbə ki. girmək istəmirsən. Yəni belə deyək. Bəli. Qəlbə girmək istəmədən. Bəli. Siz qartalı qəfəsə salsanız, o nə qədər çox qartal qala bilər ki? 40%. Bəs qalan 60%. Və yaxud da canavarı əhəlləşdirə bilərsiniz. Heç vaxt. Əlinizdə doğulub böyümüş canavar balasını qəfəsdə saxlaya bilərsiniz. Amma onun ruhu heç vaxt xoşbəxt olmayacaq. Mənim üçün bu belə bir şeydir. İllə də bir kişinin varlığı məni tamamlamır. Amma bir kişinin yoxluğu məni %100 tamamlayır. Mən özümlə tamamam. Çünki olmaq istədiyim yerdəyəm.
etmək istədiklərimi etmişəm. Bir qızım, bir oğlum var. Türklərin çox məşhur bir sözü var. Unumu eləmişəm, ələyimi asmışam. Və indən belə sadəcə özüm üçün yaşamaq istəyirəm. 5 il, 10 il, 15 il. Məni mutlu edə biləcək varlıq kişi deyil. Qadın da deyil. Ümumiyyətlə insan deyil. Bir insanın mahiyyəti məni tamamlamayacaq. Hər kəs öz yerində yaxşıdır. Övladlarım da öz yerində yaxşıdır, mən də öz yerimdə yaxşıyam. Amma evimdə bir pişiyin olmağı, mənim məsəl üçün onu sığallamağım, onun mənim ayağımda yatmağı, onun mənə olan sədaqəti mənə dünyadan da əzizdir. Hər şeydən əzizdir. Mənim də pişiyim var. Mənim bir Aysim O var. sevgi mənə də tanışdı. Düzdür, Ays məndən qabaq 2 ailə dəyişib. Ays balacalıqdan məndə deyildi. Hə? Pişiyini paylaşmırsan sən. Paylaşıram arada. Arada görməmişəm. Çox yaraşıqlıdır. Amma onun varlığı, onun misal üçün arada sən belə çox saf gözlərlə baxmağı, sən oturub düşünürsən ki, yəni başqa nə lazım ola bilər ki insana? Bir insanın sosial statusunun bəlli olmadan sevilməyi, sənin qadın və yaxud da kişi olduğun ona maraqlı deyil. Saçın var, yoxdur, maraqlı deyil. Səsin qalındır, deyil, maraqlı deyil. Və sonra sual vermirsən, kişisən, yoxsa qadınsan. O sənə ibnə kimi sual vermir. O səni incitməyə çalışmır. İçindəki zəhəri sənə axıtmır. Sən onu döysən də o səni sevir, ac qoysan da səni sevir. Günay, sən ekran qarşısında tamam fərqli görsənirsən. Bu ayaqdan gözünün içinə baxıram. Çox əslində üz quruluşun çox zərif və incə bir üz quruluşun var. Saçların sənə çox gözəl yaraşır, belə onu da deyim. Ekranda çox, ekran dediyim mən Instagramda səni izləyirəm. Yəni ki, bu videoda da elə görsən çox sərt görünüşün var. İdmanla bağlıdır, bunu anlayıram. Yəni bu yaxınlarda yarışın da olub. Hə. Əslində deyil. Mən baxışlarım həmişə sərt olub və baxışlarımdan çox insan qorxub həmişə. Amma bir baxışını mən nəzərdən qaçırmamışam. Görsən, yenə də diqqətli izləyəcəyəm. O bir uşaq var, sənlə məşğul olur. Serebral ifliclə deyəsən olan balamızdır. Allah onu da qorusun. Hə, o paylaşımların həmişə fərqli olur və sənin ona olan o baxışını mən məsələn kənarda heç kimə qarşı baxışında görməmişəm. Sanki o pişiyimi az öncə dediyin o gözündən qığılcım ki gəldi. O uşağa da balamıza da o baxışla baxırsan. Ümidlisən? 100%. Faiqin həm yeriyə biləcəyindən arxayınam deyirəm. Həm də gözlərini açılacağına o qədər çox inanıram ki, mən bilmirəm o necə olacaq. Halbuki bütün dünyada Rob sindromunun çarəsiz olduğu deyilir. Mən çarəsiz sözünə inanmıram. Mənim özəlliyim budur. Mən həmişə fikirləşirəm ki, o divarın arxasında yenə bir çıxış yolu var. O uşaq necə gəlib səni tapıb? Maması tapıb məni. Maması tapıb. Faiqin maması məni tapıb və Faiq mənim gözüm qabağında böyüdü də. Çox maraqlı. O uşaqla mənim ilişkim tamamilə fərqlidir. Heç səsimi çıxartmayım. Heç səsimi çıxartmayım. Gəlim yanında durum. O mənim qoxumdan, ruhumdan, varlığımdan hiss edir ki, mən oradayam. Əlini atır, əlini qoymuş kimi. Əlini atır, səsimi eşidənə qədər sual verir. Sən onun ümid yerisən. Mən onun elə bir ki, bilirsiniz, ruhunun gördüyüyəm. Çox sevir məni, dəhşətli dərəcədə çox sevir. Və o sevgi ona enerji verir. O sevgi ona qanat verir. O sevgi ona motivasiya verir. Çox qəribə bir duyğudur. Bax, Leyla da elədi. Biz onların gözündə mən nə görmüşəm? Məsələn, məndə Nurəddin var indi, Leyla var, Faiq var. Dünənlər qəribə bir şey oldu. Nurəddin gəlirdi, belə canı ilə əlləşirdi. Onlar axı belə konsentrasiya olur ki, yeri istəmir. Pilləkənlərdən qalxır və mən bilirəm ki, o məni axtarır da orada. Mən də həmişə zalın içində oluram. Bu dəfə barda oturub onu gözləyirdim. Girişimizdə bizim barımız var. Təlaş içində gəlirdi və birdən gözü məni gördü. O gözlərinin içindəki açılan belə bir zıra çox deyəkdir. O göz bəbəkləri elə açılır ki, üz mimikası o qədər dəyişilir ki, mən gəldim onu qucaqladım. Baxıram ki, özünü yığışdıra bilmir, gülür. Deyirəm, darıxmışdın. Hə, çox.
Leyla da elə olur. Leyla da məsəl üçün gəlir, bilirsiniz necə belə gözləri sanki şüşə kimidir də, cansızdır. Belə gəlir. Birdən onlar odaqlı deyirlər axı ətrafa. Onlar öz beyinlərində olurlar və birdən səni görür. Səni gördüyündə göz belə açılır belə və üzündəki mimika momentində dəyişir. Ona görə mən onları tez-tez qucaqlayıram. Tez-tez qucaqlayıram ki, əslində buradayam. Çünki bədən, ruh bədəndən qidalanır. Toxunuş, hissiyat. Faiq zaten Faiqin nənəsi, Faiqin məni ilk dəfə öpdüyündə şokunu mən xatırlayıram da ki, bu uşaq mənim əlimdə böyüyüb, məni belə öpmür, bir anasını öpür, bir də ikinci şəxsiyyətsən ki, səni öpür. Çox qəribə gəlir onu. Özü də tapır, iminlə gəlir dodaqmı tapır. Nə tər axtar tapır, bilmirəm. Burnunu qoyur burnuma. Məni öpür, mən başa düşürəm ki, çox dəhşətli dərəcədə fərqli bir sevgi yaranıb aramızda. Allah qorusun bütün balalarımızı. Amin. O balalarımız da təbii ki, onların içində olmaq şərtilə. Bəli. Onlar seçilmiş ruhlardır. Amma onların valideynləri və onların qohumları, nənələr, bibilər, atalar, analar. Bəli. Onlar bizdən 5 qat daha insandır. Bəli. Çünki bu yükü daşıyır və sevə-sevə daşıyır və atmır, tərk etmir. Bir saniyə belə olsun demir ki, mən bezdim. Ağlayırlar, bir gözləri ağlayır, bir gözləri gülür. Mən görürəm də onları. Əsl ailə olmağı bacaran insanlar. Bəli, bax bu mövzu artıq sizin konkret laf başda dediyiniz söhbətə gəldi, çıxdı ki, ailə canlı və bəli, həqiqətən ailənin o an birləşməsi, ailənin bir insana verdiyi dəstək, ailənin bir insanı qorumağı və sevməyi və fədakarlıq, sonsuz dərəcədə fədakarlıq dəhşətli bir duyğudur. Sən o ailə canlı hissini o zaman o insanlarda yaşayırsan, görürsən, hiss edirsən. Mən onlarla edirsən. fəxr edirəm. Bəli. Mən onlarla fəxr edirəm. Günay, son olaraq sənə bir sual vermək istəyirəm. Ailə canlı layihəsində bütün qonaqlarımıza demək olar ki, verdiyim bir sualdır və hər kəsdə fərqli-fərqli cavablar olur və hər dəfə də mən fərqli bir qərara gəlirəm. Ailə canlı yoxsa canlı ailə? Bilirsiniz, mənim üçün ailə bəlkə də hamı üçün olan bir ailə standartları deyil. Anlayışım da elə deyil. Əsas o da ailə olmağı bacarmaq. Nə o, nə o biri. Ailə olmağı bacarmaq. Çünki heç kim ideal deyil. Və bəzən bizim şkaflarımızdakı monstrlar öz ata-analarımız ola bilir. Bu yaxşı bir şey deyil. Ona görə dünyaya gətirdikləri evladların məsuliyyətini sonuna qədər daşımaq məcburiyyətindədirlər və evladlarının onlara borclu olduğunu düşünməməlidirlər. Və mən bir ana olaraq ömrümün sonuna qədər, son nəfəsimə qədər evladlarımın quluyam, amma əsla uşağı deyiləm. İstəyirəm ki, bütün valideynlər bunu dərk eləsin. Evladlar ana-atanın əşyası deyil. Evladlar ana-atanın bilinçli bir şəkildə seçdiyi bir yoldur və o yolu şərəf və ləyaqətlə bitirməlidirlər. Kimsədən pay almadan. Və ailə ola bilmək məhz buradan başlayır. Məsuliyyəti dərk eləməkdən. 100%. Günay, çox sağ ol. Sən təşəkkürümü bildirirəm. Bu bir saatı mənə ayırdığın üçün, həm də izləyicilərimizə. Səninlə həm söhbət olmaq mənə çox xoş idi. Səni daha yaxından tanıdım. Bundan sonra daha fərqli formatda izləməyə başlayacağam. Rəylərim bəlkə də daha həssas rəylər oldu. Gözlə. Yaxşı ki, fərqli olmağı bacarırsan. Sizcə bacarıram? Bacarırsan.
Və yaxşı ki, yaxşı örnək olmağı bacarırsan, baxmayaraq ki, yenə də sən az öncə qeyd etdin, bunu bəzi insanlar görməməzlikdən gəlsə belə. Yaxşı örnək olursan, güclü olmağa cəhətdən yaxşı örnəksən. Bax, analığından danışdın, çox gözəl örnəklər bildirdin. Yaxşı ana olduğun üçün də çox sağ ol ki, bu cəmiyyətdə yaxşı anasan və yaxşı övladlar yetişdirirsən. Ona zaman ayırmısan, həyatının müəyyən bir hissəsini ona sərf eləmisən. Tək özünü düşünməmisən, tək idin, eləyə bilərdin. Etməmisən, övladlarına zamanını ayırmısan, həyatını ayırmısan. Yaxşı 2 övlad yetişdirmisən cəmiyyət üçün. Bu böyük elə cəmiyyətin qazancıdır. O ki, qaldı sənin öz şəxsi həyatına. Bir neçə il sonra bu videonu İnşallah ki, dəyişəcəyini düşünürəm. Mən ona ümid eləyirəm. Mən heç bir qadının tək olmağını istəmirəm çünki. Siz ola bilər ki, siz bir qadın olaraq tək deyilsiniz və sizin düşüncənizdə bir qadın heç vaxt tək ola bilməz. Ola bilər. Amma qadınlar quşlar kimidir. Onların bəziləri qanadlarını açır, uçur, bəziləri qanadlarını heç vaxt aça bilmir, bəziləri də qanadlarını başqalarının ayaqlarının altına sərir. Mən qanadlarımı açmışam və mənə yanımda uçacaq və uçmayacaq heç kim maraqlı deyil. Yəni mən yuva seçməmişəm. Mənim yuvam olub, mən o yumurtalarımı cücəyləmişəm, cücələrimi qartal eləmişəm və özgürlüyüm və səmamda çox xoşbəxtəm. Sənin bu xoşbəxtçiliyin daimi olmağını arzu edirəm. Sonsuz. Çox təşəkkür edirəm. Çox sağ ol gəldiyin üçün. Ürək sözlərin varsa bizdən izləyicilərimizə də mənə də deyə bilərsən. Mən düşünürəm ki, insanlar burada eşitmək istədiyini eşidib, dərs almaq istədiyini dərs alıb, dərinliyə düşmək istədiyi qədər dərinə düşəcək. Ürək sözlərim mənim sonsuzdur, bitmir. Ona gərək 1 saatda vaxt keçsin. Sağ olun. Çox sağ olun ki, bizi də izlədiniz, əziz izləyicilərimiz. Ümid eləyirəm ki, çox maraqlı bir müsahibə oldu. Gələn görüşlərə qədər deyirəm və sizlə sağollaşıram. Sağ olun.